Bugün Azərbaycan Respublikasının prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi Asan Xidmətin 13 ili tamam olur. Yarandığı gündən bəri vətəndaşların bir çox problemlərini, sənədləşmə işlərinin rahatlaşdırılması istiqamətində fəaliyyət göstərən qurum bugün artıq beynəlxalq layihəyə çevrilib və dünyanın bir çox ölkəsində bu modeldən istifadə olunur. Bütün Asan Xidmət işçilərini 13 illik yaranma günü münasibəti ilə təbrik edirik. Asan Xidmət Azərbaycan vətəndaşı üçün yalnız xidmət aldığı bir məkan kimi qiymətləndirilə bilər. Amma Asan 4 ciddi istiqaməti əhatə edən unikal konsepsiyadır. Korrupsiyaya qarşı Prezident İlham Əliyevin institusional islahatıdır. Vətəndaş hüquqlarının realizə edilməsinə konsepsiyadır. BMT-nin dayanıqlı inkişaf məqsədlərinə cavab verən, beynəlxalq səviyyədə tanınan platformadır. Həm də rəqəmsal transformasiyanın əsas komponentidir. Prezident İlham Əliyev tərəfindən son illər dövlət idarəçiliyinin təkmilləşdirilməsi və müasirləşdirilməsi istiqamətində həyata keçirilən islahatlar xüsusi vurğulanmalıdır. Asan xidmət mərkəzlərinin yaradılması da bu islahatların tərkib hissəsidir. Asan xidmət mərkəzləri Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində Prezidentin 2012-ci il 13 iyul tarixli 685 nömrəli fərmanına əsasən yaradılıb. Bu mərkəzlər dövlət orqanları tərəfindən göstərilən xidmətlərin vahid və əlaqələndirilmiş formada həyata keçirilməsini təmin edən qurumlardır. Asan xidmət mərkəzləri dövlət qulluqçularının fəaliyyətində əhaliyə münasibətdə vətəndaş məmnunluğunun təmin edilməsi istiqamətində yeni yanaşmanın formalaşmasına, ölkədə dövlət qulluqçusu vətəndaş münasibətlərinin keyfiyyətcə yeni müstəviyə keçməsinə xidmət edir. Mərkəzlərin fəaliyyəti operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında qurulub. Asan xidmət mərkəzlərinin yaradılmasında məqsəd vətəndaşların əlavə xərclərinin və vaxt itkisinin azalması, vətəndaşlara münasibətdə etik qaydalara, nəzakətli davranışa əməl edilməsinə nail olunması, peşəkarlıq səviyyəsinin artırılması, dövlət strukturlarına etimadın daha da gücləndirilməsi, eləcə də şəffaflığın artırılması, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi, elektron xidmətlərdən daha geniş istifadə olunması, bu sahədə aparılan institusional islahatların səmərəliliyinin artırılmasıdır. Hazırda 28 Asan Xidmət Mərkəzi fəaliyyət göstərir. Onlardan 7-si Bakı şəhərində, 2-si Gəncədə, 2-si Sumqayıtda olmaqla digərləri Sabirabad, Bərdə, Qəbələ, Masallı, Quba, Mingəçevir, İmişli, Şəki, Şamaxı, Kürdəmir, Tovuz, Ağcabədi, Balakən, Salyan, Naxçıvan, Lənkəran və Şuşadadır. Asan xidmət mərkəzlərində müxtəlif dövlət orqanları, həmçinin özəl şirkət və müəssisələr tərəfindən ümumilikdə 400-ə yaxın xidmət göstərilir. Asan kommunal mərkəzlərində isə 55 növ xidmət göstərilir. Bugünədək Asan xidmət mərkəzlərinə 9 milyon 140 mindən çox vətəndaşın 93 milyondan çox müraciəti daxil olub. Rəy sorğularına əsasən vətəndaşların xidmətlərdən məmnunluq əmsalı 99,9% təşkil edir. Regionlarda 10 səyyar Asan xidmət avtobusu vasitəsilə vətəndaşlara səyyar formada xidmətlərin göstərilməsi davam etdirilir. Könüllülər Asan xidmətin fəaliyyətə başladığı ilk gündən etibarən bu konsepsiyanın bir komponentidir. Bu prosesə 44 mindən çox könüllü gənc qoşulub. 3400-dən çox könüllü Asan kadr portalı vasitəsilə işlə təmin olunub. Milli brendimiz olan Asan intellektual məhsul kimi həm də ixrac olunur. Dövlət Agentliyi 30-dan çox ölkə və beynəlxalq təşkilatla müqavilə imzalayıb. Sizin agentlik dövlət xidmətləri sahəsinin inkişafına vaxtında və sistemli şəkildə başlayan ilk qurumlardan biri olmuş və bugün öz təcrübəsini dünyanın 20-dən artıq ölkəsində filiallar vasitəsilə geniş şəkildə yayan nüfuzlu və innovativ təşkilat kimi tanınır. Özbəkistan üçün də Asan xidmət əhalinin dövlət xidmətlərinə əl çatanlığının artırılması, səmərəlilik və innovativ yanaşma baxımından qabaqcıl nümunədir. 13-cü il dönümü münasibəti ilə qardaş dövlətin ədliyyə orqanları əməkdaşları adından bütün kollektivinizi bir daha təbrik edir. Sizə dayanıqlı inkişaf, yeni nailiyyətlər və xalqın mənafiyi naminə həyata keçirdiyiniz fəaliyyətinizdə böyük uğurlar arzuluyuram.
İndoneziya Asan xidməti vətəndaş yönümlü inteqrasiya olunmuş xidmətlərin təqdim olunması üçün əsas meyar kimi istifadə edir. Biz həmçinin qürur hissi ilə bildiririk ki, Dövlət Xidməti Mərkəzi və iştirakı idarəetmə modelləri kimi təşəbbüslərimiz hər tərəfli dövlət sektoru islahatı üçün birgə yolumuzu zənginləşdirib. Hörmətli Asan xidmət əməkdaşları və dostlar, İndoneziya Respublikası hökuməti və İnzibati və Bürokratik İslahatlar Nazirliyi adından Asan xidmətin 13 illik yubileyi münasibəti ilə ən səmimi təbriklərimi çatdırıram. Bu əlamətdar hadisə Azərbaycan vətəndaşlarına dünya səviyyəli dövlət xidmətlərinin təqdim olunması üçün innovasiyaların inteqrasiyası istiqamətində sizin sarsılmaz qətiyyətinizin sübutudur. Ölkəmizin intellektual brendi olan Asan xidmət təcrübəsi Avropa, Asiya və Afrika qitələrindən sonra Amerika qitəsində də tətbiq olunacaq. Hazırda 5 ölkədə Asan xidmət modeli əsasında mərkəzlər fəaliyyət göstərir. Yaxın aylarda Pakistanda Asan xidmət adında ilk pilot mərkəzin fəaliyyətə başlaması planlaşdırılır.